Referans Medical Group'un baş sponsorluğu ilə Anam Bilər başladı. Salam, hər vaxtınız xeyir olsun. Referans Medical Group'un təqdim etdiyi Anam Bilər verilişinin növbəti buraxılışında xoş gördük hər birinizi. Bugün mütəxəssislərdən sizi və bizi maraqlandıran sualların cavabını almağa çalışdıq. Hazırsınızsa bu həftə yayımlayacağımız mövzu başlıqları ilə qısaca tanış olaq. Qohum evliliyindən dünyaya gələn uşaqlarda eşitmə problemi olur. Uşaqlarda eşitmənin birdəfəlik bərpası mümkündürmü? Eşitmə cihazı pasiyentin daim bir yol yoldaşı olmalıdır. Ömrünün axırına qədər getməlidir. Oyuncağın səsinə reaksiya vermirsə, çağrılanda reaksiya vermirsə, eşitmə zəifliyinin göstəricisi ola bilər. Hamilələrin də arasında ən çox rast gəlinən tənəffüs yolu xəstəliyi məhz asma xəstəliyidir. Soyuq dəymə və yaxud da bronxit keçirirsə, ona nəzarət eləməyin ən yaxşı üsulu və yolu nədir? Öz başına istifadə olunmuş antibiotiklər gələcəkdə böyük problemlərə gətirib çatdıracaq. Bugün körpələrdə və uşaqlarda eşitmə cihazlarının tətbiqindən danışacağıq. Bugünkü müsahibim Referans Eşitmə Mərkəzinin eşitmə cihazları üzrə mütəxəssisi Samir Bağırlıdır. Xoş gördük Samir bəy, necəsiz? Yaxşı olasınız, çox sağ olun, təşəkkür. Samir bəy, körpələr üçün, eyni zamanda uşaqlar üçün də eşitmə cihazlarının tətbiqindən istəyirik bugün danışaq. Körpələr üçün eşitmə cihazını necə seçmək lazımdır? Valideynlər bu mövzuda ən çox nəyə diqqət eləməlidirlər? Çox gözəl sualdır. Mən istəyirəm bu sualı daha dərindən izah edeyim, daha dərindən anlatım. Deməli, ilk öncə valideyn əgər şübhələnirsə ki, uşaqda, körpədə eşitmə problemi var, bu necə bilinə bilər? Yəni, valideyn onu necə anlaya bilər? Oyuncağın səsinə reaksiya vermirsə, çağrılanda reaksiya vermirsə və yaxud səslərə, uzaqdan gələn səslərə, yerə düşən və hər hansı bir əşyanın səsinə reaksiya vermirsə, bu artıq eşitmə zəifliyinin göstəricisi ola bilər. Ona görə də ilk öncə testdən keçməlidir, yəni Bera testindən keçməlidir. Hansı testdən? Bera testindən, uşaqlar üçün olan Bera testindən keçməlidir. Bera testindən sonra əgər müəyyən olunursa ki, uşaqda sinir mənşəli eşitmə itkisi var, eşitmə zəifliyi var, ondan sonra artıq valideyn başlamalıdır. Əgər həkim tövsiyəsi ilə eşitmə cihazı tövsiyə olunursa, başlayır eşitmə mərkəzlərindən professional eşitmə mərkəzi tapmağa, axtarmağa, araşdırmağa və orada satılan cihazlarla maraqlanmalıdır. İlk öncə uşaqlara verilən cihaz fərqli olmalıdır, daha keyfiyyətli olmalıdır. Təbii ki, bunu bir mütəxəssis təqibində. Bəli, mütəxəssis təqibində olmalıdır və adi aptekdə satılan Çin istehsalı və yaxud başqa ölkə istehsalı cihazlardan olmamalıdır, ucuzlu cihazlar olmamalıdır, digital eşitmə cihazı olmalıdır və kəsinliklə pediatrik cihazlar olmalıdır bunlar. Pediatrik cihazlar həm o bir cihazlara nisbətən daha dözümlüdür, daha uzun ömürlüdür. Bilirik ki, uşaqlar bir yerdə dayanmırlar, adətən qaçırlar, tullanırlar. Həm də yəqin ki, uşağın sağlığı üçün də belə deyək də uyğundur. Bəli, kanal sayısı onlara nisbətən daha yüksək olur və ilkin mərhələdə səsləri daha aydın eşitmək üçün, eşidib daha yaxşı reaksiya vermək üçün xüsusi cihazlar olur. Ona görə də ilk öncə onlara diqqət eləməlidirlər və digital professional eşitmə cihazı seçməlidirlər. Doktor, elə söhbət əsnasında bir sual yarandı məndə, mövzudan kənar olsa da. Ümumiyyətlə, uşaqlarda eşitmə problemini biz neçə ayından etibarən, belə deyək, müəyyən eləyə bilərik ki, həmin uşaqda, çünki körpə olanda uşaqların çox da mümkün deyil, yəni müəyyən eləmək bu cür problemlərini. Ümumiyyətlə, uşaq doğulandan sonra 24-72 saat ərzində screening test dediyimiz bir test var ki, o testdən keçirilməlidir və o testdə biz bilməliyik ki, uşaqda eşitmə itkisi var, yoxsa yox. Yəni, o testdə, həmin 72 saat ərzindəki verilən testdə o bəlirlənir. Bu testi də əgər uşaq normal doğulubsa, yəni normal qaydada doğulubsa, yəni biraz riskli deyil. Əsas burada risk qrupuna aiddir erkən doğulan uşaqlar, doğulanda sarılıqla doğulan uşaqlar, ana bətnində əgər sarılıq keçirdisə hamiləlik dövründə bu uşaqlar risk qrupuna daxildir. Daha sonra erkən doğuşdan sonra küvəzdə qalıbsa, küvəzdə antibiotikdən istifadə olunubsa uşağa və bu uşaqlar risk qrupuna daxil olduğuna görə mütləq şəkildə testlərini etmək lazımdır. Keçməlidirlər. Normal doğulan uşaqlara da əgər valideyn həssas yanaşırsa, bir şübhə varsa, bəli, yoxlayıb bilə bilirik ilkin olaraq.
üçün olan eşitmə cihazlarından böyüklər üçün olan eşitmə cihazları arasında nə kimi fərqlər var? Böyüklər üçün olan eşitmə cihazları iki cür olur. Həm qulaq içi görsənməyən, həm də qulaq arxası görsənən cihazlar. Böyüklər bunu 17-18 yaşından sonra rahatlıqla istifadə edə bilərlər, rahatlıqla seçim də edə bilirlər. Elə adam var, kompleks yaşayır, deyir ki, mən istəmirəm görsənsin, işləyirəm və yaxud iclaslarım olur və yaxud müəlliməm, dərs deyirəm. Amma elə insanlar var ki, mənim üçün fərqi yoxdur, mən eşidim, bəs eləyir, qulaq arxası cihaz seçirlər. Amma uşaqlarda 18 yaşına qədər biz ancaq qulaq arxası cihaz verə bilirik, görünən cihaz verə bilirik. Niyə? Bizim üçün uşağın əsas səsləri eşitməsi vacib olduğuna görə o cihazlar 2 mikrofon, 2 generatorlu cihazlar olur. Səsi tam şəkildə çatdırır deyənə məsləhətimiz, düzdür, valideynlər çox vaxt deyirlər ki, istəmirəm görsənsin, məktəbdə uşağı lağ eləyənlər kompleksə düşər. Amma qəti şəkildə biz 17-18 yaşına qədər uşağın o qulaq inkişafı dayanana qədər tibbi tərəfdən daha məqsədə uyğundur. Məqsədə uyğundur ki, qulaq arxası cihazlar və digital eşitmə cihazları istifadə eləsinlər. Səmir bəy, bəs eşitmə cihazlarının səs gücünü uşağın yaşına görə necə tənzimləyirsiniz? Normalda protokola görə hər 6 aydan bir 7 yaşına qədər uşaq bera testi olmalıdır. Məsəl üçün biz 3 yaşında taxmışıq bu uşağa. 6 aydan bir bera testi olmalıdır. Ən gecdə 1 ildən bir bera testi olmalıdır. Təqib olunmalıdır. Biz baxmalıyıq köhnə nəticə ilə təzə nəticə arasında yaxşılaşma və yaxud geriləmə varsa, yenidən cihaza ayarlama verə bilirik. Bera testimiz də Lor Hospitalda həyata keçirilir. Bilirik ki, uşaqlar aktiv bir həyat tərzi sürürlər, hər zaman hərəkətdədirlər. Körpə aktiv hərəkət edəndə həmin o cihazların düşmə kimi bir ehtimalı varmı və bunun üçün hansı tədbirlər görülməlidir? Əslində uşağın qulaq formasına uyğun qəliblər hazırlanır. Biz dişdən götürülən ölçü kimi qulaqdan ölçü götürürük. Qulağın arxasında eşitmə cihazı olsa da qulağın içində individual qulağın formasına uyğun qəlib hazırlandığına görə düşmür. Amma biraz hiperaktiv uşaqlarda daha çox qaçan, daha çox tərləyən, daha çox tullanıb düşən uşaqlarda bu risk var. Bunun üçün də bizim mərkəzlərdə BTE Clips deyilən yəni aksesuarlar var ki, hansı ki o həm köynəyin arxasına birləşdirilir, həm də iplər də bağlanır eşitmə cihazına. Düşdüyü zaman da valideyn onu dərhal görür, yəni itmə riski yoxdur, sıfırdır. Valideyn dərhal sonra onu uşağın qulağına təkrar taxa bilir. Yəni belə aksesuarlarımız var. Bəs valideynlər həmin cihazın işləyib işləməməyini evdə necə yoxlaya bilərlər? Böyüklərdə fərqli olaraq pediatrik eşitmə cihazlarının arxa tərəfində LED göstərici işarəsi var. Biz bunları aktiv eləyirik. 7-8 yaşına qədər uşaqlarda normalda baterika qutaranda qulağa siqnal verməlidir. Pil bitdi siqnalı deyirik, baterika qutardı siqnalı. 7-8 yaşından yuxarı uşaqlar onu dərhal gəlib valideyninə deyir. Bəs körpələr necə? Körpələrdə biz o LED-i aktiv eləyirik. O LED daim yaşıl rəngdə yanır. Ona da yəqin ki, valideyn nəzarət eləməlidir. Əsasında valideyn nəzarət eləyir. Görsə ki, o artıq yaşıl işıq, qırmızı yanıb sönən işığa keçir. O artıq bilir ki, yarım saatdan sonra, 25 dəqiqədən sonra baterika tamam bitəcək. Ondan sonra yenisi ilə əvəz eləyir baterikanı. Anladım. Səmir bəy, körpələrdə cihazın qulağa uyğun oturması üçün xüsusi qəliblər bayaq qeyd elədiniz, naushniklər hazırlanır. Necə hazırlanır onlar? Az öncə də bu haqda danışdıq. Referans eşitmə mərkəzinin özünün laboratoriyası var. Bu laboratoriyalarda biz ilk öncə cihaz təqdim eləmə əsnasında dişdən ölçü götürülən kimi, dediyim kimi qulaqdan ölçü götürürük. O ölçülər gedir laboratoriyaya, 2-3 gün ərzində hazırlanır, pasiyentin qulaq formasına uyğun. Bunlar yumuşaq materialdan olur, biopar materialdan olur. 2 ilə qədər ömrü var. Qulaqda qaşıntı və yaxud qulaqda hər hansı bir infeksiya və yaxud hər hansı bir həssaslıq qeydə alınmır. Yəni rahatlıqla istifadə edə bilərlər. Yenə də bir sualım yarandı sizə söhbət əsnasında. Səmir bəy, uşaqlarda eşitmə problemləri bilirik ki, anadan gəlmə olmaqla yanaşı, bayaq qeyd elədiyiniz kimi, sonradan qazanılma kimi bir ehtimal varmı? Sonradan qazanılma kimi ehtimallar var.
bax bir həftə bundan qabaq bizim bir pasiyent yaxınlaşmışdı, uşaq yaxınlaşmışdı. Deməli 6-7 ay bundan qabaq ağacdan yıxılıb, hardasa bir 7-8 metr yüksəklikdən yıxılıb, başın arxa tərəfi, hansı ki eşitmə mərkəzi dediyimiz o sinirlər zədələnibdi. Təbii ki, bunu daha gec anlayıblar. Anası daha çox gec anlayıbdı. Daha sonradan testə ehtiyac olub gətiriblər. Gördük ki, biz artıq onda eşitmə zəifliyi var və sonradan qazanılma eşitmə zəifliyi olur. Qəza nəticəsində, xəsarət nəticəsində və yaxud güclü antibiotik nəticəsində vurulursa, uşağın məsəl üçün qızdırması qalxdı 40, 41, 42, gentamisin və yaxud digər antibiotik istifadə düzgün onlar qadağan olunub, amma indi yenə də ehtiyat tədbirlərini almaq lazımdır. Ehtiyatlı olmaq lazımdır. Qəti şəkildə, yəni onunla antibiotiklərdən istifadə etmək olmaz. Yəni o da eşitmə problemlərini gətirib çıxarır. Birbaşa eşitmə sinirinə, yəni insan orqanizmində ən zəif nöqtə eşitmə siniridir ki, birbaşa ora təsir göstərə bilir. Valideynlər ev şəraitində uşaqlarında bir eşitmə qüsurunun, zəifliyinin olmasını necə müəyyən edə bilərlər? Yəni hansı uşaqlar risk qrupuna daha çox daxildir? İlk öncə valideyn bunu bilməlidir. Əgər nənədə, babada, atada, anada hər hansı bir qohumluqda, yaxın qohumlarda eşitmə zəifliyi varsa, bu uşaqda da ola bilər, bu risk qrupundadır. Uşaq mütləq şəkildə yoxlanılmalıdır. Əgər uşağa nə vaxtsa antibiotik vurulubsa, iynə vurulubsa, bu da risk qrupuna aid olur. O da mütləq şəkildə yoxlanılmalıdır. Yəni bu problem həm də genetikdir deyirsiniz. Bəli, genetik faktorlar da burada rol oynayır. Bir də qohum evliliyidirsə. Qohum evliliyi isə risk faktordur. 80-90% hallarda qohum evliliyindən olan uşaqlar, dünyaya gələn uşaqlarda eşitmə problemi olur. Bizdə olur ki, məsəl üçün valideynlər gəlir ki, bu 3-cü uşaqda, 2 uşaqda olmayıbdı, niyə bunda olub? Deyirik, onu bilmək olmur. Elələri var, olur, elə uşaqlar var, olmur. Yəni, elə uşaqlar var ki, onlarda eşitmə zəifliyinə rast gəlinir, elələr də var ki, rast gəlinmir. Amma 90% hallarda qohum evliliyindən anadan olan uşaqlarda eşitmə zəifliyi olur. Cihazlar taxıldıqdan sonra, maraqlıdır mənim özümə də, eşitmə tamamilə bərpa olma ehtimalı varmı? Valideynlərin bizdən ən çox soruşduğu sual, cihaz nə qədər taxılacaq, neçə müddətdən sonra çıxarda bilərik və yaxud məktəbdə taxsın, evdə taxmasın və yaxud kompleksi var, evdə taxsın, məktəbdə taxmasın. Eşitmə cihazları müalicəvi cihaz deyil. Biz necə ki, eynəyi taxanda 100% görürük, eynəyi çıxardandan sonra zəif, eşitmə cihazı da qulaqda olan müddətdə bizim eşitməmizi 100%-ə qaldırır. Eşitmə cihazı çıxarıldıqdan sonra yenə zəifləmə davam eləyir. Düzdür, bəzi pasiyentlərdə davamlı istifadədə 5-7%, 10%-ə yaxın yaxşılaşma görülür. Amma bu o demək deyil ki, eşitmə cihazını çıxartmalıdır, taxmamalıdır, istifadə eləməməlidir. Yəni eşitmə cihazı pasiyentin daim bir yol yoldaşı olmalıdır. Bununla ömrünün axırına qədər getməlidir. Təbii ki, 5-6 ildən bir dəyişdirilmə şərti ilə. Uşağın böyüməsindən həmin bu cihazlar dəyişilməlidir, yoxsa uşaqlar bu cihazları belə deyək, ömürlərinin axırına qədər istifadə edə bilərlər? Pediatrik və böyüklər üçün olan professional digital eşitmə cihazlarında istifadə ömrü 5-6 ildir. Bu müddət ərzində uşaqlar da, böyüklər də cihazı istifadə edə bilərlər. Sadəcə uşaqlarda qulaq böyüyür deyənə 14-15 yaşına qədər 6 aydan bir, 14 yaşından sonra, 15 yaşından sonra 1 ildən bir qulağın qəlbi dəyişilməlidir ki, qulaq böyüdükcə qəlb kiçilir, kiçik qalır. Ona görə yenisi ilə əvəz olunmalıdır ki, qulağa rahat otursun. Amma cihazın istifadə ömrü 5-6 ildir. 5-6 ildir. Çox sağ olun, təşəkkür edirik Sami bəy sizə bugünkü ətraflı dolğu müsahibə üçün. Bugünkü maraqlıdır rubrikamızda eşitmə cihazlarının ilkin yaranma tarixindən danışacağıq. Qulaqlarımızı bir anlıq qapadanda tez tələsik eşitməyə mane törədən əngəlləri aradan qaldırmağa çalışırıq. Təbiətdə, bağçalarda, konsert sallarında bir sözlə duyulması ilə hüzura qovuşulan sədaları fürsət tapan kimi eşitmək üçün can atırıq. Amma çox təəssüf ki, o səsləri eşitməyənlər, duymayanlar da var. 17-ci əsrə qədər bu problemi həlli olmayan xəstəlik hesab edirdilər.
Əsrlər boyu eşitmə qabiliyyəti olmayan insanlarda digər fiziki qüsurların da olduğu ehtimal edilirdi. Buna görə də onlar ayrı seçkiyə məruz qalıb bir çox fəaliyyətdən məhrum olurdular. Lakin ilk dəfə 16-cı əsrdə Pedro Pons adlı ispan rahib zadəganlardan birinin eşitmə qabiliyyəti olmayan oğluna oxumağı, yazmağı və hesablamanı öyrətməyi bacarıb. Bununla da uzun dövrdən bəri mövcud olan inanc aradan qalxıb. İlk eşitmə cihazı 17-ci əsrdə icad edilib. Bu, heyvan boynuzlarından istifadə edilməklə hazırlanıb və qulaq turbası kimi tanınıb. Lakin bu cihazla eşitməsi zəif olanların problemi qismən həll olunub. Bu problemin əsaslı həlli isə 19-cu əsrdə reallaşıb. Eşitmə cihazının elektrikli versiyası kəşf edilib. İlk elektrikli eşitmə cihazı 1898-ci ildə Miller Reis tərəfindən icad edilib. O səsləri gücləndirmək üçün elektrik cəryanından istifadə edir. Bu kütləvi istehsal edilən eşitmə cihazı olsa da, həm həddən artıq ağır, həm də portativ daşınması üçün uyğun hesab edilmirdi. Növbəti mərhələdə Thomas Edison'un təklifi ilə aparatlarda karbon ötürücünün yerləşdirilməsi məsləhət olunub. O özü də eşitmə problemi yaşayanlardan biri idi. İkinci Dünya müharibəsindən sonra tranzistorlu aparatların hazırlanması onların həcmində böyük çevriliş yaratdı. Bugün hamilələrdə və uşaqlarda asma və bronxit kimi tənəffüs xəstəliklərinin müalicəsindən danışacağıq. Bugünkü müsahibim Referans Poliklinika Mərkəzinin Əhmədli filialının baş həkimi pulmonoloq Əsəd Bidullayevdir. Xoş gördük Əsəd bəy. Necəsiz? Salam, çox təşəkkür edirəm. Yaxşıyam. Yaxşı olasınız həmişə. Doktor, asma və bronxit kimi tənəffüs xəstəlikləri olan hamilələrdə hansı risklər ola bilər? Ümumiyyətcə, asma xəstəliyi tənəffüs yollarının xroniki iltihabı xəstəliyidir. Yəni bu nə deməkdir? Əgər bir insanda asma varsa, bu uzun illər və yaxud ömrün sonuna qədər belə davam edə bilər. Xroniki bir prosesdir iltihabı. Təbii ki, hamilələr də bu qism insanlardan ki, hansındakı asma olmaq şansı var. Həddindən artıq çox olduğuna görə, qeydə alınmış 300 milyonun üzərində asma xəstəsi olduğuna görə, hamilələrin də arasında ən çox rast gəlinən tənəffüs yolu xəstəliyi məhz asma xəstəliyidir. Asma xəstəliyi hamilələrdə ciddi bir fərqlə getmir. Bildiyimiz normal insanlarda olan eyni əlamətlərlə gedir. Bunlar hansılardır? Döş qəfəsində xışıltıdır. Xəstələr belə tərif edirlər ki, sanki sinəm üzərində bir yük qoyublar, bir pişik mırıldayır sinəmdə. Bəzən öskürəklə də gedə bilər bu. Bu əlamətlər olanda və eyni zamanda genetikada da qohumlarda, yaxın qan qohumlarında allergiya, asma xəstələri olduğu zaman biz asmadan şübhələnirik. Sonra araşdırılır, asma diaqnozu qoyulur, müalicə gedir. Hamilələrdə məsələnin fərqi nədən ibarətdir? Hamilələrdə hormonal dəyişiklik fonunda asma xəstəliyinin kəskinləşməsi ola bilər. Bu çox qəribə bir tendensiya ilə gedir. Deməli, 1/3 xəstələrdə, məsələn, 100 xəstədən 30-unda asma xəstəliyi çox kəskinləşir, çox ağırlaşır. 30-unda olduğu kimi qalır. Bir 30-unda, 35-ində, məsələn, 40-ında da bu yaxşılaşır. Yəni, hamiləlik bir loteriya kimi deyək, asmaların həyatına təsir edir. Ya tamamilə xəstəlik itə bilər, ya çox ağırlaşa bilər. Ona görə də hamilələrdə asma biz daha ciddi nəzarət edirik və müalicəsi olunmasını istəyirik. Hamilələrin asmalarında ən böyük yanlışlardan biri, ən çox qarşımıza çıxan yanlışlardan biri hamilələrin dərman qəbul etmək istəməmələridir. Qorxurlar da. Qorxurlar təbii ki. Düşünürlər ki, hamiləlik zamanı asma dərmanlarını istifadə edərlərsə, dölə ziyandır. Ancaq tam tərsinəsidir. Çünki hamiləlikdə adi zamanlarda istifadə olunan asma dərmanları hamiləlikdə rahat-rahat verilə bilər. Və dərman verilmədiyi zaman hamilədə meydana gələn hipoksiya, yəni oksigen azlığı, hansı ki bronxların daralması ilə meydana gəlir, bu oksigen azlığı dölə daha zərərlidir, nəinki dərmanların verdiyi yan təsir. Ümumiyyətcə, hamilələrdə asma xəstəliyindən danışarkən iki halı nəzərdə tutmaq lazımdır. Bunun biri asma xəstəliyinin hamiləyə verdiyi təsirdir. Bu nədir? Asma xəstəliyini bildiyiniz kimi bronxlarımızda bir darlıq əmələ gəlir, havanın keçidi çətinləşir. Bu fonda hipoksiya, oksigen azlığı meydana gəlir. Hamilələrdə onsuz da tənəffüs çətinləşmişdir döl üzərindən, onsuz da narahatçılıq var. Bu biraz da ekstra yük olmuş olur və ağırlaşdırır asmanın bu durumu. Və dərman qəbul etməzlərsə biraz da daha ağır keçilmiş olur. Deməli, hamiləliyin amma asma xəstəliyinə təsiri ondan ibarətdir ki, bildiyiniz kimi hamilələrdə dölün təsiri ilə diafraqm 4-5 sm yuxarı qalxır. Hamilələrdə
Bədəndə estrogen, progesteron hormonları ifraz olunur, hansılar ki, tənəffüs yollarının, burunun, boğazın ödemləşməsinə gətirir, çıxardır. Bu da bir yandan tənəffüsü çətinləşdirir. Və bütün bu əlamətlər hamısı bir yerə toplananda, bir də xəstədə bir suiveriya, rus dilində desək, olanda, inanc olanda ki, mən dərman istifadə etsəm, dövlə ziyan olacaq, o zaman ciddi bir klinik ağır durumla rastlaşırıq. Bunun olmaması üçün biz çalışırıq ki, insanları maarifləndirək. Aldıqları müalicəni olduğu kimi həkimlərin nəzarəti ilə hamiləlik dövründə davam eləmələrinə demək səbəb olaq ki, dölə və yaxud da anaya ciddi yan təsir olmasın. Doktor, süd verən ananın əgər tənəffüs xəstəliyi varsa, dərmanlar vasitəsilə bu xəstəliyin uşağa keçmə ehtimalı varmı? Bəli, bu da qorxulardan biridir. Çox rastlaşdığımız xəstələrin düşünürlər ki, hamiləlik dönəmindən sonra artıq uşaq doğulub, dərmanları dayandırmaq lazımdır. Çünki biz qəbul etdikləri dərman süd vasitəsilə evladlarına keçir və onlarda zərər. Bu da ciddi bir yanlışlardan biridir. Niyə görə? Çünki bilirsiniz ki, uşağın formalaşması, körpənin formalaşması ana südü ilə olur və ana südü immunitetin qüvvətlənməsi üçün, ümumiyyətlə uşağın sağlam böyüməsi üçün çox vacib faktordur. Bunu sırf asma dərmanlarına görə dayandırılması ciddi fəsadlara gətirib çıxarda bilər. O halın olmamasından ötəri bu dərmanlar laktasiya dövründə də verilə bilər. Təbii ki, asma xəstəliyi müalicəsində istifadə olunan ağır dərmanlar var. Ağır steroidlər var, bəzi tərkibli dərmanlar var ki, məsələn antihistaminlərin bəziləridir. Bunlar istifadə olunmamalıdır. Yəni bunlar belə deyək də istisna hallardır. Bunlar istisna hallardır. Amma ümumi orta ağırlıqda olan bir müalicə, asma müalicəsi, günümüzün modern asma müalicəsi rahat-rahat hamilələrdə istifadə oluna bilər. Oluna bilər yox, olunmalıdır. Olmalıdır və uşağa da heç bir yan təsiri uşağa da heç bir yan təsiri yoxdur. Südlə də bunun keçdiyi təsdiqlənməyib və yəni araşdırmalar da olub. Yəni əgər tibdə yoxdursa, demək ki, qorxmağa ehtiyac yoxdur, doktor. Xeyr, əgər təsdiq olunmuş bir patoloji halı yoxdursa, bunun üzərindən getmək olmaz. Dediyim kimi tam tərsinəsi ananın daha ağırlaşmasına gətirib çıxarda bilər. Süd vermədiyi halda körpənin gələcəkdə sağlamlığı sual altında qala bilər. Bu hallar olmasın deyə vaxtı-vaxtında müalicə alınmalıdır əslində. Doktor, əgər övladımızda allergik rinit varsa, onun gələcəkdə asmaya çevrilmək kimi bir riski varmı? Övladımızda allergik rinit varsa, ümumiyyətlə birinci düşünmək lazımdır, allergik rinit nədir? Allergik rinit hər hansı bir allergenin təsiri nəticəsində, xüsusi həssas insanlarda burunun sellik inşasında meydana gələn qızartı, ödem, şişkinlik, sekresiyanın olmasıdır. Bu hal bizim gözlərimizdə olarsa biz buna konjunktivit deyirik. Allergik konjunktivit. Biraz aşağı düşərsə allergik faringit, tənəffüs yollarına düşərsə asma xəstəliyi. Tənəffüs yolları daralır, qızarır, hava keçiriciliyi pozulur, fitverici xışıltı əmələ gəlir. Bir uşaqda allergik rinit varsa, təbii ki, bu uşaqda bir həssaslıq var mövzusu gedir. Artıq ehtiyatlı davranmaq lazımdır. Uyğun bir mühit düşdüyü zaman o uşaqda da hər an meydana gəlmə ehtimalı var. Yəni amma bundan qorxub da uşağın həyatını iflic etmək bu doğru deyil. Uşaq yenə idmanla məşğul olmalıdır, sadəcə kontroldə qalmalıdır, daha diqqətli, nəzarətli olmalıdır. Bundan əlavə qeyd eləmək istəyirəm ki, əgər bir valideyndə allergik asma və ya digər allergik xəstəliklər varsa, bunun uşağa keçmə ehtimalı 20%-dir. Əgər hər iki valideyndə varsa, bu artıq 60%-ə qalxır. Yəni hər iki valideynin allergik asması olan bir uşaqda 60% halda allergik asma olmaq və yaxud da allergik hansısa digər bir əlamətin ortaya çıxması şansı var. Bayaq qeyd elədiniz, doktor, uşaqlar üçün müəyyən qidalar var ki, o qidalarla ehtiyatlı olmaq lazımdır. Daha doğrusu o uşaqların qidalarını kontroldə saxlamaq lazımdır maksimum. Ümumiyyətlə, tənəffüs xəstəliyi olan uşaqlar üçün hansı qidalar və mühitlərdən qaçmaq vacibdir? Belə demək istəyərdim. Düzdür, mən allergoloq deyiləm. Direkt mən ağciyər həkimiyəm. Daha çox bunun tənəffüs yolu patologiyalarını görürəm. Böyük yanlışlardan biri nədənsə tamamilə qaçınmaqdır. Məsələn, bir həkim tövsiyə edir uşağa ki, sizin uşaqda allergiya var, bütün sarı rəngdə məhsullar yeməsin, qırmızı yeməsin, yaşıl yeməsin, nəmlə. Bunlar yanlış yanaşmadır. Mənə görə yanlış yanaşmadır. Çünki uşağın nə allergiyası olduğunu bilmək lazımdır. Bəzən bu heç aidiyyatı olmayan bir şey ola bilər. Məsələn, pişik allergiyası var deyək ki, niyə bu hansısa bir sarı məhsullar yeməsin və yaxud digər. Biz bir şey nəzərə almalıyıq ki, inkişaf edən orqanizm yetərincə vitaminlərlə, minerallarla bəslənməlidir. Onun qidalarına hansısa məhdudiyyətin qoyulması, həm də bizim indiki eko durumda bu ciddi fəsada gətirir, çıxardır. Odur ki, hesab edirəm ki, əgər qidadan söhbət gedirsə,
bir allergoloqa müraciət edərək allerji testi olunur. Buna prik test, dəri testi deyirlər. Uşağın dərisində xüsusi maddələr balaca kəsilər edərək qoyulur və həssaslığı yoxlanılır. Məsələn, deyəlik ki, ətə həssaslığı var, nə bilim, başqa bir meyvəyə həssaslığı varsa, ondan sonra qərar vermək olar ki, Bu uşağın nəyə allergiyası var? Bəli, bu birinci haldır. İkincisi, qandan da götürüb bunu etmək mümkündür. Qanda da spesifik immunoqlobulin Y deyilən göstəricilərə baxılır. Eyni zamanda da bəzən çox diqqətli valideynlər olanda bunlar da həkimə bir istiqamət verə bilirlər. Məsələn, deyir ki, hər dəfə biz rayona gedəndə uşaqda bu hallar başlayır. Bu daha çox qidadan yox, daha çox ətraf mühitdən, ağaclardan, tozlanmadan və yaxud da valideyn deyir ki, hər il yaz gəldi, bu uşaq bu haldadır. Yəni bunlar zaten bu sözlər artıq bir Köməkçi vasitə olur. Köməkçi vasitə olur. Diqqətli həkim, diqqətli valideyn əl birliyi olaraq və bu məlumatları toplayaraq qərar verə bilərlər ki, uşağın taleyini, həyatını necə qursunlar, nədən uzaqlaşdırsınlar, nədən versinlər. Bundan əlavə nəyi qeyd etmək istəyirəm? Mənim də yaralı yerlərimdən biridir. Bəzən uşaqlarında və yaxud da özlərini asma aşkarlamış insanlar həyat tərzlərini passivləşdirirlər. Bu yanlış yanaşmadır. Xüsusən də idman mövzusunda. İdmandan uzaqlaşırlar. Elə mən bayaq sizə o sualı verəcəydim ki, olar mı idmanla məşğul olmaq? İdmanla məşğul olmaq olar yox, məncə daha vacib, lazımdır. Niyə? Birincisi, mütləq bütün idmanlar yox. Daha sivil idmanlar, daha tozsuz idmanlar, açıq havada daha çox olan idmanlar. Biz bilirsiniz, Azərbaycanlı olaraq bizim 3 dənə ən məşhur idmanımız var. Ağırlıq qaldırmadır, güləşdir, boksdur. Hər üçü zərərlidir, tozlu yerdədir və çox ziyanlıdır insan orqanizminə. Daha müasir, daha modern, məsələn, üzgüçülüklə məşğul olmaq, velosiped sürmək, açıq havada oynamaq, qaçmaq. Bunlar o uşaqlar üçün çox vacibdir və olunmalıdır. Böyüklər üçün həmçinin. Yalnız burada bir nüans var. Asması olan istənilən bir adam və yaxud da uşaq həkim kontrolündə olmalıdır və həkimlə əlaqəli olmalıdır. Bu halda, məsələn, uşaqda deyək ki, hansısa bir qaçış zamanı, idman zamanı bir boğulma olarsa, həkimin təlimatına uyğun xüsusi dərmanlar var. Onlardan istifadə olunur, boğulma keçir, uşaq yenə də öz həyatına davam etdirir. Yəni, bu tərzdə uşağın həyat fəaliyyətinə məhdudlaşdırmış olmaq. Bir uşaq çox tez-tez soyuqdəymə və yaxud da bronxit keçirirsə, ona nəzarət eləməyin ən yaxşı üsulu və yolu nədir? Baxın, mən bir şey deyim, biz yenə də bəlkə də deyəcəklər ki, bu əhali üzərində çox qurur fikrini. Biz daha həssas insanlarıq. Valideynlərin böyük əksəri çox həssasdırlar və bəzi xəstəliklər əhəmiyyətli olmadığı halda çox həssaslıq göstərirlər. Bəzi halda lazım olduğu halda heç diqqət göstərmirlər. Mən mövzumu uşaqlar üzərindən yox, elə uşaqlı böyüklü hamı üzərindən qurmağa çalışıram. Ümumiyyətcə soyuqdəymə dediyimiz o hal əksər halda viral infeksiyalara bağlı olan bir haldır. Yəni virus xəstəliyinin yoluxuruğu, influenza olur, qrip viruslar olur. Bunlarla bağlı olan meydana çıxan bir haldır. Burun axıntısı var, askıraq var, öskürək var, qızdırma var. Adətən 3-4 gün ərzində bunlar davam edir, sonra azalır. Siz özünüz də müşahidə eləmisiniz ki, bu qış aylarında daha çox olur, yaz aylarında daha azalır. Bunun əsas səbəblərindən biri kontaktdır. İnsanlar soyuqdan yox, qış aylarında, məhz qapalı ortamda xəstələrlə daha çox kontaktdan virus qapırlar. Və bundan sonra da bronxit yaranır. Təbii ki, 1000 qrip xəstəsindən də bir 20-sində, 30-da pnevmoniya formalaşır, biri lap ağır hala düşür. Yəni statistika ümumi götürəndə böyük bir rəqəmlər çıxır ortaya. Bunun qarşısını almaq üçün nə etmək olar ki, bu hallar olmasın? Birinci növbədə evlərin havalandırılması. Bu çox vacib faktordur. İkincisi, yəqin nəm dərəcəsinin qorunması evin. Təbii ki, nəm dərəcəsinin qorunması, havalandırılması, çöldə daha çox vaxt keçirilməsi təmiz havada. Xəstə insanların az da olsa mədəniyyəti götürüb insanlarla kontaktdan qaçınmaları. Yəni bilirsən ki, bilinən bir qrip xəstəliyin var, bir maska taxmaq, bir dezinfektantdan istifadə etmək. Bunu və yaxud da məktəbə, bağçaya xəstə olan uşaqları göndərilməməsi. Bəli, gəlibsə oradakı tibb mütəxəssislərinin onları geri qaytarması varsa elə bir hal. Niyə görə bu hal yəni 100 uşaqda dediyim kimi sadə qrip əlamətlərinə gedib bir uşağı ölümcül hala da sala bilər. Yəni o yüzdən bunun qarşısı alınmalıdır. Biz koronavirus dövründə çox əziyyət çəkdik, amma koronavirus bizə bayağı bir şeylər öyrətmişdi. Əl yumağı öyrətmişdi, dezinfektant istifadəsi, maskalar. Çox təəssüf edirəm ki, o ənənələr artıq itir. Bəli, insanların ara məsafəsi. Bəli, ara məsafəsi bir qədər qorumaq lazımdır. Qapalı ortamlardan dediyim kimi qaçınmaq lazımdır. Bizdə el tədbirləri olur, toylardır, yas mərasimlər falan. Bunlarda öpüşmək məsələsini yığışdırmaq lazımdır. Bizim insanlar öpüşmək. Toplu yığışmaq məsələləri. Bəli, kontaktla keçə bilən xəstəliklərdir bunlar. O yüzdən onların qarşısı alınmalıdır. Bu halda soyuqdəymələrin təbii ki, qarşısı alına bilər. Eyni zamanda soyuqdəymənin qarşısını aldıqdan sonra biz immuniteti yüksəltməliyik. Soyuqdəymələr
dediyiniz o hal əksər halda dediyimiz kimi qrip infeksiyasına bağlıdır. Bunun yoluxması hava damcı yolu ilədir. Hava damcı yoluna olan kontaktı azaltdığımız müddətcə bunların təbii ki saylarında da biz azalma müşahidə edəcəyik. İndi bizim birinci mövzumuza qayıdaraq nəyi demək istəyirəm? Soyuq dəymə halı baş verdiyində həmin asma xəstələri, həmin uşaqlar hansı ki kontroldadırlar, həmin qadın, kişilər hansı ki bunlar kontroldan çıxırlar. Yəni infeksion xəstəlik, stres, hər hansı bir düzgün qidalanma bunlar asma xəstəliyini kəskinləşdirə bilər. Yəni bunların içində də soyuq dəymə əsas yerlərdən birini tutur. Ona görə biz soyuq dəymənin, o dediyimiz qrip infeksiyasının qarşısını alarıqsa, o zaman asmanın da kəskinləşməsinin dolayısıyla qarşısını alacaq. Bundan əlavə uşaqlarda soyuq dəyməni azaltmaq üçün qrip hallarının immunitetin qüvvətləndirilməsi lazımdır. İmmunitet deyəndə bizimkilər bu əsas qidanı nəzərdə tuturlar. Qidanı, bəli. Çoxlu yedirmək uşağa. Amma bu yanlış bir sağlam qidalanmadan söhbət gedir. Bol bitki tərkibli qidalar, lifli qidalar, daha çox balıq və toyuq ətinə üstünlük verilməsi, eyni zamanda da aktiv həyat tərzi. Yəni aktiv həyat tərzi olmayan bir insanın təbii ki, xəstələnmə şansı, immuniteti də hər şeydə biraz zəif olacaq. Doktor, mənə bir şey maraqlıdır. Məsələn, uşaqlarımızın o burundakı axıntı həmin bronxlara düşməməsi üçün necə bir tədbirlər görə bilərik, hansı önləmləri ala bilərik? Çünki həmin o axıntıdır, bronxa düşür bir müddət sonra və o öskürək verir və belə deyək, qızdırma verir onun fonunda da. Burada axıntı və düşmək sözləri yerindədir. Yalnız bunların arasındakı əlaqə uyğun deyil. Məsələ nədən ibarət? Keçirilmiş hər hansı qrip xəstəliyindən sonra və yaxud da allergik rinitdən sonra. Belə deyək də yeni başlayır. Bəli. Bu proses ilkin dövrdə təbii ki, burnun selli qişasının qızarması, şişməsi və hipersekresiyası ilə, yəni çoxlu selli ifraz olunması ilə özünü göstərir. Biz burun axıntısı kimi bunu tərifləyirik. Təbii ki, o uşaq kontrola alınmadıqda, düzgün müalicə olunmadıqda, nəzarət olunmadıqda həmin iltihab prosesi tədricən dərinləşib bronxlara qədər enə bilər. Və biz bronxit klinikasını görərik. Bronxit nə deməkdir? Bizim bronxlarımız hava yollarıdır, bir borulardır. Yuxarıdan tək gəlir, bölünür iki hissəyə. O hər bir ağciyərə hava aparıb gətirmək funksiyası var. Onların divarı qızaranda, şişəndə, ödemləşəndə, necə ki burnumuzun içi, bizim nəfəs almamız çətinləşir. Bəlğam formalaşır orada. Bir də bu qidalı istim nəm mühitə bir infeksiya düşəndə, bir bakteriyadan sonra artıq infeksiyon bronxit meydana gəlir və bu zaman artıq antibiotiklər işə qoşmaq lazım olur, artıq daha ağır. Düşməməsindən ötəri, təbii ki, prosesin ilkin dönəmindən erkən olaraq müalicəyə başlamaq lazımdır. Burun keçəcəyinin açıq qalmasını nəzarət eləmək lazımdır. Əgər infeksiyonsa antibiotiklər verilməlidir. Amma yenə deyirəm, bunları kimisə öz başına etməsi heç doğru deyil. Belə patologiyalar varsa bir mütəxəssisə müraciət edib düzgün qərar vermək. Qonşunun, digər insanların fikri ilə siz durumu ağırlaşdıra bilərsiniz. Əksər halda da bir daha onu da qeyd etmək istəyirəm, fürsətdən istifadə edib, ən yaralı yerimiz bütün həkimlərin bu antibiotiklərdir. Öz başına istifadə olunmuş antibiotiklər gələcəkdə böyük problemlərə gətirib çatdıracaq. Bunu buradan belə söz olaraq bildirmək istəyirəm. Yəni antibiotik istifadəsini mümkün olduğu qədər dayandırın. Hər öskürən adama antibiotik verilməməlidir. Hər burnu axan adama antibiotik verilməməlidir. Hətta qızdırma belə əgər 3 gündən az davam edirsə antibiotik verilməməlidir. Və bu resept şəklində yazılmadan heç verilməməlidir. Bəli, resept şəklində yazılmalıdır. Eyni zamanda antibiotik düzgün təyin olunmalıdır. Bəzən çox ağır antibiotiki çox sadə bir xəstəlikdə verilir. Bunların hamısının protokolu var və protokoldan istifadə edərək müalicə verilməlidir. Protokoldan kənara çıxıldığında insanlara ciddi ziyan verəcək təbii. Doktor, çox tez-tez soyuq dəyməsi olan və yaxud da bronxit keçirən uşaqlara nəzarət eləməyin ən yaxşı yolu nədir? Məsələn, biz modern valideynlər olaraq bir balaca uşağımız öskürdü, xışıldadı boğazı, alırıq əlimizə o təzə icad olmuş inhalatorları, bildiyimiz, bilmədiyimiz hər cürə dərmanları tökürük və bizə elə gəlir ki, biz çox yaxşı müalicə elədik övladımızı. Mən ümumiyyətcə nəyi demək istəyərdim? Koronavirusun bizə bir qədər öncə dedim, çox faydaları oldu, dezinfeksiya mövzusunun. Başqa faydaları nə oldu? İnsanlar saturasiya cihazını tanıdılar. Yəni oksigeni ölçmək üçün balaca cihazlardır. Bu oksimetrə deyil. İnhalatorlar tanıdılar və çox adam aldı evlərində oldu. Eyni zamanda pulmonoloq deyilən bir ixtisasın olduğunu bildilər. Yəni ağciyər həkimi deyilən bir sahə var imiş. Yarı-yarımçıq yiyələndilər bu sahəyə. Bəli, bu vərəm həkimi deyilmiş, bu sırf ağciyər xəstəliklərlə məşğul olan bir insan imiş. Və bu koronavirusun bizə verdiyi faydalardır. Niyə bu misal çəkirəm? İnhalator artıq çox adamların evlərində var. Sadəcə bir şeyi nəzərə almaq lazım. Və bunlar da çox gözəl bir vasitədir inhalator.
inhalator. Niyə görə? Sizin verdiyiniz dərman birbaşa bronxa yerli təsir edir. Yəni orqanizmə digər yan təsir vermək şansı azalır. Sıradan siz uşağa bir tablet verdiyinizdə o tablet mədəyə gedir, qana sorulur, oradan qaraciyərə gedir, parçalanır. Ondan bir balaca bir qismi gedir bronxlara, ya çatır, ya çatmır. Ancaq inhalatorla verdikdə yerli təsir olur. Amma burada da yenə bir əmma var. İnhalatorların içinə tökdüyümüz o maddələr, onlar dərmandır, kimyəvi maddədir və bunlar həkim nəzarəti olmadan verilməməlidir. Çünki siz düşünə bilərsiniz ki, bu öskürəkdə bu dərman yaxşıdır. Məsələn, steroidlər var, hansılar ki, asma xəstələrinə çox gözəl fayda verir. İnhalyasiya edirsən, çox yaxşı yerli ödemi götürür. Niyə? Burada infeksion bir proses getmir. Amma infeksion bir xəstəliyi olan uşaqda bunu verdikdə steroidlərin yerli immuniteti zəiflətmə kimi bir xüsusiyyəti var. Onlar yerli immuniteti salır, proses daha uzun ola bilər. Düzdür, valideyn xoşbəxt olur. İnhalyasiya zamanı o klinik əlamətlər keçir. Qıcıqlanma olmur, uşaq rahat olur filan, amma bu müalicə deyil. Bu sadəcə malalamaqdır. Bu sadəcə aldatmaqdır. Ona görə o dərmanlardan istifadə eləmək olar. İnhalyatorlar çox vacibdirlər, çox evlərdə olması çox. Amma mütləq ki, həkim nəzarəti altında. Mütləq ki, həkim. Çünki mənə bəzən insanlar nə deyir? Bəzi valideynlər, analar bilirsiniz, yaradıcıdırlar. Onlar özlərindən bir dərmanlar kəşf edirlər. Falan şey buna qatdım, o bizdə deksametazonu belə elədim, eofilini belə elədim, tökdüm oramsın. Buxar verir uşağa, indi ölmürsə uşaq sevinir ki, məsələn, amma bu doğru yanaşma deyil. Həkim olmalıdır, pediatr və o patologiyaya görə verməlidir. Yəni bir şeyi bütün valideynlər nəzərə alsınlar. Uşaq bərkdən öskürür, bəlğəmli, xırıltılı öskürür. Bu infeksion bronxitdə ola bilər, allergik bronxitdə ola bilər, asma xəstəliyi də ola bilər, nə bilim, tamam başqa pnevmoniya da ola bilər. Yəni bunların hamısı ola bilər və hər birinin müalicəsi tamam ayrı-ayrıdır. Ayrı-ayrıdır. Biz onun hamısına götürüb inhalyatora verək və ya biri çox antibiotik verək, bu doğru deyil. O yüzden diaqnozsuz yanaşmaq olmaz bu işdə. Çünki tənəffüs sistemi çox ciddi sistemdir. Onunla zarafat sevmir o. Modern dövrdə çox yayılmış elektron qəlyanların və siqaretlərin hamiləlikdə yaratdığı risklər nələrdir? Bir ağciyər həkimi olaraq nətərsə iş elə gətirib, mən daha çox bu siqaret mövzusunda olan xəstəliklərlə daha çox qarşılaşıram. Ola bilər proqramlara çox dəvət olmuşam falan, o siqaret mövzusunda biraz məni o sahədə daha çox tanıyırlar. Mövzu nədən ibarətdir? Mən Türkiyədə çalışanda bir xanım gəldi, dedi siqareti ata bilmirəm. Həm də hamilədir. Dedim, hamiləlikdən əvvəlmi, sonramı necə? Dedi, yox, hamiləlik dönəmdə ata bilmirəm, davam edirəm çəkməyə. Mən onda bir şok yaşamışdım ki, necə insan hamilə olurlar. Sonra Azərbaycanda düşünürdüm ki, Azərbaycanda belə şey ola bilməz. Yəni bizdə xanımlar daha o işə ehtiyatla yanaşı diqqətlidirlər. Gələndən sonra məlum oldu ki, elə deyilmiş. Və buradan demək istəyirəm ki, çox təəssüf ki, Azərbaycanlı xanımlar siqaret çəkməkləri bir yana, elektron siqaret, qalyan çəkmə hamiləlik dönəmdə də buna davam edirlər. Bu döldə çox ciddi patologiyalara səbəb olur. Bəli, çox ciddi patologiyalara səbəb olur. Baxın, məsələ nədən var? Siqaret çəkdən sonra nə baş verir? Damarlar spazm verir. O spazm nəticəsində təzyiq yüksəlir. Bronxlar daralır. Bronxlarda gedən oksigen miqdarı azalır. Düzdürmü? Və bu fonda bir də ana, hansı ki qarında bir uşaq, hansı ki döl təsir edir, ağciyər altdan sıxır, dediyim hormonlar ifraz olunur, hansılar tənəffüs yollarını ödəmlər. Bu qarışıqlığın içində bir də siz üstünə siqaretlə bu basqın edirsiniz. Demək ki, dölə gedən oksigenin miqdarını dəfələrlə azaldırsınız. Belə deyək də, içəridə döl üçün hazır hipoksiya yaranmış olur. Bəli. Ana siqaret çəkirsə özü hamiləlikdən öncə, o sadəcə rəngi bozaracaq, öskürəcək falan. Onun üçün artıq formalaşmış insandır, yəni bu ciddi təsir eləməyəcək. Amma döl anadan qanla qidalanır və anadan həmən o karbon qazı ilə zəngin, dəm qazı ilə zəngin, 50 cür zəhərlərlə zəngin bir qan gedir və döl də onunla qidalandığı üçün bu döldə xəstəliklərin meydana çıxması 100%-dir. Bəli, bəzi ailələrdə də hamiləlikdən sonra da siqaret çəkirlər ailədə. Bəzən ata, ana da çəkir. Baxırsan, uşağı gəzdirirlər küçədə, ata da çəkir, ya ana da, ya biri çəkir. Passiv içicilik deyilən bir şey var. Passiv içicilik sizə, mənə o qədər də ciddi ziyan vurmasa da, halbuki vurur yenə də. Amma uşaqlarda çox ciddi fəsadlara gətirir, çıxardır. Onlarda tənəffüs yolu xəstəlikləri, dediyimiz asmalar dəfələrlə çox rast gəlinir digər ailələrdən, hansında ki, bu hal olmur. Bir də son dönəmlərin ən ağlamalı bir vəziyyətimiz bizim elektron siqaretlərdir. Brutal, gözəl, qəşəng qablaşmada olan və çox zərərsiz görünən, eyni zamanda xanımların onunla bir şey etdiyi, necə deyimsə, bir özlərini göstərmək üçün bir şəkillər paylaşdığı filan bir şey. Amma insanlar bu əllərindəkinin zəhər və öldürücü bir şey olduğu haqqında heç düşünmürlər. Bu yaxınlarda sosial şəbəkələrin birində mən belə bir şeylə rastlaşdım. Qızın anası çəkir həmin videonu. Dedi ki, qızımın 15 yaşı var. Mən işdən artıq məni qonşular çağırana yaxın mən gəldim
gəldim, gördüm ki, qızımın əlində elektron qəlyan, o boğulur yerində və qız üstündən 15 dəqiqə keçməmiş, yəni təcili yardım gəlməmiş, artıq qız həyatını itirmişdi, belə deyək. Yəni bura qədər gəlib çatma Bəli, bunun hansı faktoru var? Məsələn, allergik asması olan bir adam ola bilər, ağır gedişli allergik asma. Orada hər bir şeydən o insanlar həssaslıqlar deyənə boğulmalar başlaya bilər, ağır aşama. O götürüb o insanlar elektron siqaret istifadə edirsə, təbii ki, burada ciddi fəsad çıxa bilər. Amma elektron siqaretlər üzündən 2019-cu ildən artıq təsdiqlənmiş, artıq biz bunu rahat-rahat deyirik. Bir qədər öncə sözümüz o qədər deyildi. Çünki müddət az idi elektron. 2019-cu ildən təsdiqlənmiş interstisial ağciyər xəstəliyi var. EVALI deyilir adı. Bu xəstəlik ağciyərlərdə ciddi fəsadlar yaradır, ağciyər toxumasının dağılmasına səbəb olur və ölümə qədər gətirib çıxara bilir. Əlamətləri çox sinsidir, çox asta gedir. Yəni adi öskürəklər və gizlin gedir, ortaya çıxdıqda proses artıq geri dönüşü çox çətin olur. Cəmi 90 gün elektron siqaret istifadə etmək bəs eləyir ki, bu xəstəlik ortaya çıxsın. Mütləq deyil hamıda, amma bir qism insanlarda. Böyük ehtimal çox qız ola bilər ki, o elektron siqareti bəlkə də 6 ay çəkmiş. Həmin o kateqoriyaya daxil olmuş. Gəlib o yerə çatıb, deməyib qorxusundan anasına filan gəlir çıxır. Amma 15 yaşında, mən bu yaxında bir xəstəm oldu, pasiyentim, o 30 yaşı var idi, 15 yaşından dedi çəkirəm. Elektron qəlyan. Elektron, siqaret falan. Bir də son günlərin ən populyarı, olmazsa olmazı sulu qəlyanlar. Hansı ki, çox gözəl görsənir, qablaşmalar çox əladır, insanı kənardan cəlb edir baxan, amma öldürücü bir şeydir. Bir sulu qəlyan 20 ədəd siqaret çəkmək qədər nikotin və zərərli qazlar verir. Eyni zamanda mən bu yaxında bir proqramda da onu dedim, çox adam onu nəzərə almır. Ucluğu dəyişirlər, düşünürlər ki, artıq tam qorundular. Amma ucluqdan söhbət getmir. Hava damcı yoluna gedən xəstəliklərdə o adamın ağzındakı o damcılan biri düşərsə o boruya, hansı ki... Ki düşür mütləq, bəli. Bunu yoxlanmayıb heç yanda. Heç bir qurum yoxdur ki, düşsün sulu qəlyan satılan dükanlara, orada bir qəlyanların içini əkim eləsin ki, görür orada infeksiya varmı? Bu vərəm ola bilər, bu digər tənəffüs yolu xəstəlikləri ola bilər, hansı ki, hava damcı yolundan keçir. Daha da qorxulular ola bilər. O yüzden bu bir neçə yerdən təsir edir. Bir də deyirəm də, elektron siqaret və sulu qəlyanın hücum eləmə siyasətində ən əsas yer odur ki, onlar çox zərərsiz görünür. Görünürlər. Görünüş olaraq çox cəlb edicilər. Buxar, suyun buxarı nəmli. Ancaq başa düşmürlər ki, əgər sən ona asıllığın yaranırsa, demək nikotin var içində və sən çəkəndə tüsüdə bir dad hiss edirsənsə, artıq bir şey yanır və onun tüsüsü tənəffüs yollarına gedir. Yəni, bunu bu qədər sadə dildə demək səbəbim sıradan insanların bunu artıq bilirsiniz, biz gündəlik olaraq praktikamızda bütün pulmonoloqlar, mənim bütün dostlarım, ağciyər həkimlər razılaşır. Çoxlu sayda insanlara ağciyər xərçəngi diaqnozu qoyuruq, ağır dərəcəli xronik obstruktiv ağciyər xəstəliyi diaqnozu qoyuruq. Və o insanların ailə üzvlərinin və özlərinin keçirdiyi stresi biz də dolayısıyla onlarla birlikdə keçirdirik. Bu bizi məhv eləyir. Ancaq artıq geri yol olmur. Məsələn, bir 60 yaşında dayı gətirib oğlu, qızı filan öskürüb qan gəlib. Qorxusundan da 3 gündə artıq siqaret də çəkmir, güya ki artıq düzəldi. Bu kişi baxırsan ağciyərdə böyük bir törəmə, artıq geriyə yol yoxdur o müddət ki. Mən arzulayıram ki, bizim